Kafedə işləyən sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhrəmlinin cinayət işinin bəzi detalları məlum olub. İstintaqla müəyyən edilib ki, Məhrəmov Rəhim Hilaloğlu digər şəxsi qəsdən öldürməyə cəhd edib, yəni qəsdən həyatdan məhrum etməyə cəhd edib. Belə ki, o 28 avqust 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu İcra qəsəbəsi yeni sahədə yerləşən Çınar kafesində ofisiant işləyən Bağırova Rüxsarə Fəxrəddin qızı ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı Rəhim sevgilisinin təhqirlərindən və əl zərbələrindən hiddətlənərək ondan qisas alıb qəsdən öldürmək qərarına gəlib. İttihama görə Rəhim üzərində gəzdirdiyi bıçaqla Rüxsanə Bağırovaya qəflətən hücum edib. Ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib. Təqsirləndirilən şəxs xanıma ümumilikdə 6 bıçaq zərbəsi vurub. O əməlini davam etdirərkən həmin vaxt kafeyə daxil olan öz anası Yeganə Məhrəmova ilə kafenin işçisi Rəna Səlimova dərhal hərəkətə keçərək ona mane olub. Belə olan halda xanım ofisiyant vaxtında xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Rəhim Məhrəmliyə qarşı cinayət məcəlləsinin 29-120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham sürülüb. Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Azərbaycan Məhkəməsinin hakimi Azər Tağıyevin sədri ilə araşdırılır. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.